Cümləni hansı fikirlə tamamlamaq olmaz. Səməd Vurğunun Vaqif əsərinin baş qəhrəmanı Vaqif Qacarla dialoqunda məğrurluğunu bir daha sübut edir. Doğrudur. Çünki onun qarşısında baş əymir. Deyir, əyilməz vicdanın böyük heykelim. Həmçinin orada gördüyümüz kimi farsça yazmağı qəbul etmir. Xuramanın cəzalandırılmasına icazə vermir. Düzdür. Əli bəyə icazə vermir ki, Xuramanı cəzalandırsın. Deyir, hər şeyin günahı zamandadır. İbrahim xanın səhvini üzünə deməkdən çəkinmir. Düzdür. Deyir ki, sən vaxtında xalqa arxa dayaq olmamısan. Xalq indi sənin arxanda durmayacaq. Yəni, bu xarici işğalçılar hücum edəndə. Problemli vəziyyətləri düzgün qiymətləndirə bilir. Düzdür. Hətta Xuramana ən yaxşı dəyəri o verir. Günah Xuramanda yox, zəmanədə görür. Hakim təbəqəyə qarşı vuruşan xalq qəhrəmanıdır. Xeyr. Eldar idi hakim təbəqəyə qarşı vuruşan xalq qəhrəmanı. Bu Vaqifə aid deyil.